Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Afət Fərman qızı sosyal media hesabında canlı yayım zamanı Təranə Qumralın qızı və Təranə Qumralla canlıda söhbət edib. O Təranə Qumral və qızı Qumrala dəstək olub. Həmin görüntüləri sizlərə təqdim edirəm. Mən Royanı da çox istəyirəm. Niyaməddin müəllimə Allah can sağlığı versin. Ümumiyyətlə Musayevlər sülaləsinə, familiyasına böyük hörmətimiz var. Sənətkarlar nəsildir. Amma Qumralın bu məsələsində Qumral zaten demir ki, mən sənətkaram, mən peşəkar belə. Qumral, indi o qədər elə qızlar var ki, oxuyur ki, yəni Qumral da onlardan biri. Qumraldan, yəni bu başında çatladı da, yəni Qumralın başında çatladı. Ona görə də bir mənalı Qumralın tərəfindəyəm bu məsələdə. Mənim heç kimdən çörəyim, suyum gəlmir. Əgər Qumralın tərəfində olmasaydım, onu da açıqca deyərdim. Mənim heç kimdən Allahdan başqa qorxum yoxdur. Mamidə sözümü deyə bilirəmsə, hamıya da deyə bilirəm. Burada da təhqir, tənqid zad yoxdur. Abil Əliyev salamlayıram. Burada da az nişabiyə atmışam onu, partlayıb gülməkdən. Bana baxın. Deyən. Hə, bu əsasdır, ay müğənni. Ay, git Nüşabə Ələskərlidən dərs al, git Nüşabə Ələskərlidən səhnə hərəkətləri al. Bu 60'ı da keçmisən, artıq 78 yaşında arvatsan, sən bu cür səhnədə Allah haqqı çox biədəb görünür. O gün mən bunu bir qıza dedim. Elə buradan deyəcəm. Dedim, yaxşı deməyim, çox istəyirəm o qızı. Yenilərdəndir. Dedim, sən də deyən falan kəsin davamçılarındansan. Eləmə dedim elə. O cür dedim, bir 5-6 nəfər oynayır. Mənim rəhmətli anam Təranə Qumral efirdə oxuyanda onların bir silsilə mahnıları var idi. Orada anam kənddəydi, mən Bakıda, məni yığdı gecə ilə ki, Təranə Qumrala bax, dedim nəyə. O vaxt mən də